Bütün izləyiciləri salamlayıram, gecəniz xeyir olsun. Laçın rayonunun Sus kəndinin ərazisindən sizi salamlayıram. Buradan Laçın şəhəri bax belə möhtəşəm görüntü ilə sanki bir ulduz səpələnibdir yer üzünə, dağların döşünə. Bu səpələnmiş ulduzun yeri Laçındır. Bu gözəlim Laçın şəhəridir. Sus kəndi deyilən kənd var Laçınla üzbəüz. Adı səhv təqdimatın, səhv tərcümənin qurbanı olaraq yeri dəyişdirilmişdir. Deməli, bu gözəl Sus kəndi buradaydı. Bizim Laçından bizim gözəl gənc dostumuz var, Şəmşir Aslanov. O İsveçrədə yaşayır, Bazel şəhərində, çox şəraiti də, hər cür özünə şərait yaradır. Amma deyir ki, mən Laçına gedəndə çox istəyərəm ki, yerində deyəndə gələcək Laçına, qardaşı da buradadır. Mən Laçına gedəndə deyir, istəyərəm ki, Susdan ev alam, Susdan ev alam, Susdan hər gün Laçını görəm. Gecə də görəm, səhər də görəm. Bu gecə görüntüsüdür. Çox təəssüf ki, indi Sus kəndinin yerində kət salmayıblar. Yenə deyirəm, səhv tərcümənin qurbanı olubdur bu. Mən bu məsələni vaxtında qaldırdım. Hani biraz, buna qarşı da biraz özümə qarşı. Neyse. Yəni bu artıq keçmişdə qalıb, gözəl indikətlər salınıbdır, adları buranın adı ilə. Susdur, bəylikdir, aşağıda salınıbdır. Amma Susun yeri buradır. Burada da gələcəkdə mən bildiyimə görə gözəl gənclər üçün, uşaqlar üçün istirahət məkanı düzələcək. İnşallah. Çox gözəl yurdumuz, çox gözəldir. Allah qəhrəman oğlanlara rəhmət eləsin. Gör nə qədər ömürlər yarımçıq qaldı. 92-ci ildən, 88-ci ildən üzbəri də 2020-ci ilə qədər nə qədər igid oğlanlarımız torpaqlar uğrunda ömürlərini fəda elədilər. Nə qədər oğlanlarımız, igid ərlər yaralandılar, əlil oldular. Amma hamısı qazi oldular, hamısı qalib oldular. Allah şəhidlərimizə rəhmət eləsin, Allah qəhrəman qaziləri qorusun. Allah müzəffər ordumuzu, əbədiyyən dövlətimizi var eləsin. Allah qətiyyətli Ali Baş Komandanı qorusun ki, bu günləri biz Laçın şəhərində yaşayırıq. Bundan gözəl hissləri təsəvvür eləmək mümkün deyil. Amma hər an dilimizin duası əski olmalı deyil. Hərəkətimizdə də, yeriyəndə də yerlə, nə bilim, danışanda da elə eləməkli ki, şəhidlərimizin ruhu şad olsunlar. Onların ruhuna toxunmayaq.